Niye varım? Niye her şey var? Niye Allah var? Niye Allah yoxdur? Necə də qəribədir, hə? Bakıda da bir çox şey doğulduğun andan baş verir. Bir çoxumuzun artıq doğulandan bir dini inancı var. Özümüzün o an bundan xəbər olmasa da. Ailənin inancı nədirsə, övladının da inancı o olur. Böyüdükdən sonra isə özünün belə seçmədiyi inancını hər şeydən çox qoruyur ya da sual verir. Məni istəyirsinizsə bəyənin, istəyirsinizsə nifrət edin. Mənim hekayəmdə niyə sualı var? Mənim hekayəmdə Allahın sirləri var. Sorğulamaq var. Həyatın mənasız təsadüfdür ya ilahi hədiyyə. Mənim hekayəmdə Tanrı ilə söhbət var. Mənim hekayəmdə bilmək istəyi var. Var olmaqdakı məhəl şüurdadır, yoxsa xanqanda? Problem məndədir, yoxsa yaradanda?